qadınlar 25-də doğum etməlidir. Yəni bununla əlaqədar tibbdə belə bir sınırlama yoxdur. Biz sadəcə bunu deyirik ki, erkən cinsi münasibətə başlamaq və erkən doğuşlar qadın orqanizması üçün ziyandır. Çünki bəzi cinsi infeksiyalara qarşı yol açırsan, bəzi ağırlaşmış mamalıq patologiyalarına qarşı yol açmış olursan. Buna görə də erkən, yəni 22 yaşdan öncə bəzi risklərimiz var. Təbii ki, ana ola bilərsənmi? Ola bilərsən. Amma belə deyim də bizim çox sevdiyimiz bir yaş qrupu deyil. 25, 23 yaşından sonra 23, 24, 25, 30 yaşa qədər yaş qrupunu sevirik. İdeal yaş qrubudur. Yumurtaların ən keyfiyyətli olduğu, qadının özünü, bədənini tam anladığı, zehni olaraq, sosial olaraq oturuşmuş, universitet oxuyubsa adətən bitirdiyi bir dönəmə denk gəlir. Yəni təhsilini tamamlamış. Bu dönəmlər bizim üçün ideal dönəmlər sayılır. 30 yaşın üstünə hamiləlik olurmu? Bəli, olur. Mənim 42 yaşında da hamiləm oldu, mənim 47 yaşında da hamiləm olubdu. Təbii ki, bu risklər gedərək artır. Düşüyə meyillilik ola bilər. Keyfiyyətsiz yumurtadan keyfiyyətsiz embriyo əmələ gəldiyi üçün ana qarnında itki ola bilər. Məsələn, hamiləlik təzyiqinin yüksək olması, hamiləlik şəkərinin olması, suyun az olması və ya polihidramniozun olması. 30 yaşın üstü bir tık belə deyim də risk qrupuna girir bizim açımızdan. Həm hamilə qalmaqda, həm hamiləliyin gedişatı, həm də hamiləliyin sonlandırılması açısından özü ilə bərabər bəzi risklər gətirir.